Yüksək təzyiqin olmasının səbəbi nədir? Bu təzyiqdən qurtarmaq mümkündürmü? Yüksək təzyiqin olması insanın özünə görə, yaşam şəraitinə görə, qidalanmasına görə, cinsinə görə dəyişir. Əsas burada təzyiqlər arası, yəni təzyiqin aşağısı ilə yuxarısı arasında olan fərqdir. Əgər yuxarısı həddindən artıq yuxarı qalxmışsa, bu o deməkdir ki, ciddi problem vardır. Və yaxud da təzyiqin aşağı düşmüşsə, bu da hər hansı bir problemdən xəbər verir. Ancaq aralarında, yəni ki, aşağı ilə yuxarı arasındakı fərq %30-u keçmirsə, misal olaraq 8-11 kimi və yaxud da 13-16 kimi və yaxud da 10-13 kimi fərqlər varsa, o vücudun təbii ehtiyacından dolayı qalxmış bir təzyiqdir. Bəs yüksək təzyiqdən qurtarmaq mümkündürmü? Təbii ki, mümkündür. Yüksək təzyiqdən kimyəvi dərmanlarla deyil, sağlam qidalanmaqla, qida rejimini dəyişməklə, qida rejimini normaya salmaqla və eyni zamanda təzyiqin ilk öncə səbəbini təyin etməklə, fitoterapinin köməyi ilə təzyiqdən qurtarmaq mümkündür. Hər kəsə Allahdan sağlam həyat arzu edirəm.